Bismillah. Bu bürclər həyat yoldaşlarına xəyanət etmir. Bəzi bürclər var ki, münasibətlərdə daha sədaqətli, ciddi və prinsipial olurlar. Onlar üçün sevgi, məsuliyyət və hörmət deməkdir. Ona görə xəyanətə çox nadir hallarda gedirlər. Buğa bürcü sabitliyi və rahatlığı sevir. Sevdi mi, ürəkdən bağlanır və uzun müddətli münasibətlərə üstünlük verir. Xəyanət onun xarakterinə uyğun deyil. Oğlaq çox məsuliyyətlidir. Ailə və nüfuz onun üçün vacibdir. Həyat yoldaşına sadiq qalmaq onun prinsiplərindəndir. Xərçəng çox emosional və ailəcanlıdır. Sevdiyi insanı qoruyur və onun itirməkdən qorxduğu üçün xəyanətdən uzaq durur. Qız bürcü seçicidir və asan aşiq olmur. Amma bir dəfə bağlandısa çox sadiq olur və münasibəti qorumağa çalışır. Əqrəb çox ehtiraslıdır, amma eyni zamanda sahibkar və bağlı olur. Sevdiyi insana qarşı dərin sədaqət hissi edir, amma xəyanəti bağışlamır. Bu bürc yalnız meylləri göstərir. Əslində insanın sədaqəti onun xarakterindən, tərbiyəsindən və həyat təcrübəsindən asılıdır.